Salam, hər vaxtınız xeyir olsun. Bu günləri biz sizlərlə Ərdəy Tədris Mərkəzinin aprel ayının 5-də keçirdiyi ümumi sınaq imtahanı 1-in riyaziyyat fənnindən A variantının suallarının izahını verəcək. Birinci sual. 3 üstündə A bərabərdir 36, 7 üstündə B bərabərdir 54 olarsa, modulda B çıxılsın A, üstəgəl modulda 3 çıxılsın A, üstəgəl modulda 7 çıxılsın B ifadəsinin qiymətini bizdən istəyirlər. Əgər 3 üstündə A 36-ya bərabərdirsə, bu o deməkdir ki, A bizdə 3 üstü 3 27-dir. 3 üstündə 4 isə 81. A 3 ilə 4-ün arasında. B isə B2 olsa 49, 3 olsa 243, deməli 2 ilə 3-ün arasındadır. Buradan da belə bir nəticəyə gəlirik ki, A da B-dən böyükdür. A B-dən böyükdürsə, B çıxılsın A mənfiyə vurub A çıxılsın B2-ni çıxardacaq. A bizdə 3-dən böyük olduğuna görə burada bizdən çıxacaq üstəgəl A çıxılsın 3. B isə bizdən 2 ilə 3-ün arasında olduğuna görə işarəsini dəyişən deyilik. Bu zaman A elədi bizdə 2A çıxılsın 2B üstəgəlsin 4. Cavab birinci sualda C variantı. İkinci sual. Kök altında 1 çıxılsın kosinus 12. Burada diqqətli olun. Bucaqla yox, radianla veriblər. Üstəgəl sinus 6, üstəgəl 3 ifadəsinin qiymətini istəyirlər. Biz trigonometrik düsturlardan bilirik ki, bu bizdə kök altında sinus kvadrat 6, üstəgəl sinus 6, üstəgəl 3. Sinus kvadrat 6 kökdən modulda sinus 6 kimi çıxır. Üstəgəl sinus 6, üstəgəl 3. Radianla ifadə eləsək, 1 radian təxminən 57 dərəcə olanda 6-ını 57 dərəcəyə vuranda 300-dən böyük eləyir. Bu da bizdə 4-cü rübün bucağıdır. 4-cü rübdə də sinus mənfi olduğundan modul atırıq mənfi sinus 6, üstəgəl sinus 6, üstəgəl 3. Sinus 6'lar islah olduğundan cavab eləyir 3. 2-də cavab oldu C variantı. Üçüncü sual. Kvadratın tərəfindən keçən müstəvi onun müstəvisi ilə 45 dərəcə bucaq əmələ gətirir. Bir kvadrat çəkirik. Onun tərəfindən bir müstəvi keçirək. Bizə deyir ki, kvadratın diaqonalı, bu bizim kvadratımızın diaqonalı. Bu müstəvi bucağı, demək kvadratın diaqonalı bu müstəvi bucağı arasındakı bucağı istəyir. Kvadratın tərəfindən keçirilən müstəvi ilə 45 dərəcəli bucaq əmələ gətirir. Buradan bura bir perpendikülər indirsəm, məndən bu bucağı istəyirlər. Baxın, kvadratın diaqonalı ilə müstəvi arasında qalan hər hansısa bir alfa bucağı. Bu 45 dərəcə 90 olduğundan bura A olsa, bura A, onda bura eləyəcək bizdə A kök altında 2. Kvadratımızın tərəfi A kök altı 2 olduğundan, onda burada A kök altı 2. Pifagor yazsaq, A kök altı 2, A kök altı 2, 4A kvadrat. Bu da elədir bizdə 2A. Alfa bucağı üçün sinus alfa bərabərdir. Qarşıdaya katetin hipotenuzun nisbəti 2-də 1-ə. Alfa bərabərdir 30 dərəcə. Cavabımız eləyək 3-də A variantı. Dördüncü sual. Kompleks ədədi cəbri şəkildə göstərmək istəyirlər bizdən. 3 çıxılsın 2, bölünsün 4 çıxılsın 3i ədədini, 3 çıxılsın 4 ədədini kompleks ifadəni cəbri şəkildə istəyirlər. Məxrəci qoşmasına vursaq, 4 üstəgəlsin 3i, sürətdə 4 üstəgəlsin 3i bərabərdir. Məxrəcdə 16 çıxılsın 9i-nin kvadratı, sürətdə 3-ü 4-ə vurduq 12, üstəgəl 9i, çıxılsın 8i, çıxılsın 6i-nin kvadratı bərabərdir. I kvadratının mənfi 1 olduğunu bildiyimizə görə bu səbəbdən 16 çıxılsın 9i kvadratı, i kvadrat mənfi 1 olduğunda məxrəc oldu 25. 12, 6i kvadratda bizdə elədi müsbət elə 18, üstəgəl i. Sürətlə məxrəci 4-ə vurub kəsirləri ayırsaq 0,72, üstəgəlsin 0,4 i. Bu da bizdə C variantına uyğun gəlir. Növbəti suala keçək. 5-ci sual.
Beşinci sualımızın şərti belədir. Diaqonalı 15, oturacaq diaqonalı isə 12 olan dördbucaqlı prizmadan söhbət gedir. Dördbucaqlı prizmadan söhbət gedir. Düzgün dördbucaqlı prizma. Deməli, oturacağı düzgün fiqurdur. Düzgün dördbucaqlı biz bilirik ki, kvadratdır. Kvadratdır. Deməli, şəklimizi çəkək. Bizə veriblər, diaqonalı 15-dir. Diaqonalı veriblər bizə. Ne qədər səliqəsiz oldu. Diaqonalı 15. Oturacaq diaqonalı 12. Bu diaqonalı bizdə 15-dir. Oturacaq diaqonalı 12 olan dördbucaqlı prizmanın tam səthinin sahəsini istəyirlər. Oturacaq düzgün fiqur olduğundan tərəfi AA olsa, deməli, A kvadrat üstəgəl A kvadrat 2A kvadrat bərabərdir 144-ə, A kvadrat bərabərdir 72-yə. Eyni zamanda oturacağın sahəsini də biz bilirik ki, kvadratın tərəfi vurulsun tərəfi A kvadrat. Onda biz deyə bilərik ki, verilən düzgün prizmanın oturacağının sahəsi 72, yuxarı oturacağının da sahəsi 72 olduğundan 144 oturacaqlarının sahəsidir. İndi gəlin yan tərəfin sahəsini tapaq. 225-dən çıxsam, burada bir düzbucaqlı üçbucağı var. 225-dən çıxsam 144-ü bərabərdir 81. Onda belə çıxır ki, prizmamızın yan tərəfi, hündürlüyü daha doğrusu 9-a bərabərdir. Yan tərəfin sahəsi A bizdə 72 olduğundan kök alsaq 6 kök altında 2 eləyəcək. Yan tərəfin sahəsi 54 kök altında 2. Ümumi tam səthin sahəsini tapmaq istəsək 4 vurulsun 54 kök altında 2 üstə gəl 144 4 dənə tərəf. Bu da bizdə eləyəcək 216 kök altında 2 üstə gəl 144. 5-ci sualın cavabı uyğundur C variantına. Keçirik 6-cı sual. 6-cı sualda belə bir çevrə verilib. Toxunan vətərlər verilib. Deməli, A, B, C, O, D və Y nöqtələri. Şərtə görə BA bərabərdir. Bura bir X deyirəm, BO-ya, o da bərabərdir OD-yə. Burada bir X deyirəm. CY uzunluğu 16-ya bərabərdir. BC-nin uzunluğunu 2 veriblər. Buradan bura məsafə 2 isə bura X çıxılsın 2 olacaq. Toxunanın xassəsinə görə X-in kvadratı bərabərdir. 2 vurulsun. Buradan bura məsafə 16 verildiyindən 2 vurulsun. Deməli 18, 36, X bərabərdir 6. Onda 6-dırsa 6-dan 2 çıxanda bu qısok 4-ə bərabərdir. Bura 6-ya bərabərdir. Bizdən isə AO məsafəsini istəyirlər. Burada 4-dürsə, opşi məsafə 16 olduğundan bura 12-yə bərabərdir. İki kəskin vətənin xassəsinə görə AO vurulsun OD, yəni 6 bərabərdir. 4 vurulsun 12-yə. Onda AO bərabərdir 2, 8-ə. Bizdən isə AO məsafəsini istəyirlər. Cavab oldu C variantı. 6-cı sualın cavabı. Növbəti suala keçirik. Funksiyasının təyin oblastının həqiqət ədədlər çoxuna daxil olması üçün A-nın mümkün qiymətlərindən söhbət gedir. Kök altında X-in kvadratı üstə gəl 3A çıxılsın A-nın kvadratı üstə gəl 40 funksiyasından gelir söhbət. Bu funksiyanın həqiqət ədədlər çoxuna daxil A-nın mümkün tam qiymətlərindən söhbət gedir. Biz bilirik ki, kök altı ifadə X-in kvadratı üstə gəl 3A çıxılsın A-nın kvadratı üstə gəlsin 40 böyüdür bərabərdir 0 olmalıdır. Parabolamızın həmişə müsbət olması üçün 0-a bərabər qollar yuxarı, deməli diskriminant 0-dan kiçik bərabər olmalıdır. Bizim verilən ifadəmizdə AX kvadrat üstə gəl BX üstə gəl C kvadrat tənliyində B həddi yoxdur, üzr istəyirəm X yoxdur, BC yəni 0-a bərabərdir, onda diskriminant bərabərdir. Mənfi 4 vurulsun, 3A çıxılsın, A kvadrat üstə gəlsin 40, kiçik bərabərdir 0 yazacaq. İçərdən də işarəni dəyişsək, A-nın kvadratı çıxılsın, 3A üstə gəlsin 40, olacaq bizdə kiçik bərabərdir 0-dan. Çünki buradan bir mənfi gələcək, müsbət işarəni müsbət eləyəcək. Köklərini də tapmaq istəsəm, A çıxılsın 8, A çıxılsın üstə gəlsin 5, kiçik bərabərdir 0 olacaq.
59-da qeyd eləsəm 0, 8, içi doludur. -5, içi doludur. Müsbət, mənfi, müsbət. Bu aralıqda həllər lazımdır. Səhv eləmirəmsə bizdən mümkün tam qiymətlərin cəmini istəyirdilər. Burada da olur -5, -4, -3, -2, -1, 0, 1, 2, 3, 4, 5, 6, 7, 8. Mümkün tam qiymətlər bunlardır. Bu hissədə hamısının cəmi 0-a bərabər olduğundan 6 üstə gəl, 7 üstə gəl, 8 bərabərdir 21. Mümkün tam qiymətlərin 21, 7-ci sualın cavabı oldu B variantı. Növbəti suala keçirik, 8-ci sual. 2 dənə funksiya verilib bizə. OX ilə əmələ gətirdikləri bucaqların tangens alfası və betasını veriblər. Deməli, 8-ci sual. Y bərabərdir 3-də 2x üstə gəl 1. Funksiyasının qrafiki OX oxunun müsbət istiqaməti ilə beta bucağı əmələ gətirirsə, onda bizim funksiyamızın tangens betası k-ya bərabərdir, yəni 3-də 2-yə. Digər tərəfdən y bərabərdir 2-də 3x üstə gəlinsin 7 bölünsün x isə bir alfa bucağı əmələ gətirir. Bunun da k-sı 2-də 3-ə bərabərdir. Bizə isə şərtdə deyilir ki, 5 vurulsun kotangens, alfa çıxılsın, betanı bizdən istəyirlər. Açılışını yazsam, 5 vurulsun kotangens, alfa vur, kotangens, beta üstə gəlinsin 1, bölünsün, məxrəcdə də olacaq nə? Kotangens beta çıxılsın kotangens alfa. Yuxarıda biz tangens beta budursa, kotangens beta təbii ki bunun tərsidir. Tangens alfa budursa, kotangens alfa da bunun tərsidir. Gətirib qiymətlərin yerinə yazsaq, kotangens alfanı kotangens beta 2-də 3-ü vursam 3-də 2-yə 1 eləyəcək, 1 üstünə 1 gəlsə 2. Məxrəcdə isə kotangens betadan təbii ki qarşıda bir 5 də var. Kotangens betadan, yəni 2-də 3-dən çıxsam 3-də 2-ni, bu da eləyəcək bizdə sürətdə 10, məxrəcdə 9 çıxılsın 4, 5, qalxdı yuxarı 6, 2, 12. Cavab eləyəcək 8-ci sualda Y variantı. Keçirik 9-cu suala. Qutuda 4 qırmızı, 2 sarı, 3 göy şar var. Qutudan təsadüfən çıxarılan 3 şarın hər birinin rənginin müxtəlif olması hadisəsi ehtimalını tapın. Hər hansısa bir A hadisəsi baş verərsə, bu zaman ümumi hallarımız toplam qutuda 9 şar var. Həmin o 9 şardan 3 dənəsini çıxardırıqsa, 9-dan 3-ünü çıxardıram. Ümumi hallarımızın sayıdır. Digər tərəfdən isə mənə deyir ki, çıxarılan 3 şarın hər birinin rənginin müxtəlif olması. Bunun biri qırmızı olsun. 4 dənədən 1. Biri olsun sarı 2 dənədən 1. Biri də olsun göy 3 dənədən 1. Bərabərdir. Sürətdə olacaq 4 vur, 2 vur, 3. Məxrəcdə olacaq 9 vur, 8 vur, 7 vur, 6 faktorial. Bölünsün qalxdı sürətə. 3 faktorial vur, 6 faktorial. Bunlar ixtisar getdi. Daha sonra 4 vur 2, 8-dən ixtisar getdi. Bunu da yazıram 3 vurulsun, 3 vurulsun 2. 9 bu 9-dan ixtisar getdi. Cavab 7-də 2. 9-cu sualın cavabı oldu A variantı. Keçirik 10-cu suala. 10-cu sualda A vektorunun koordinatları verilib -2, -5. Maraqlı sualdır. B vektorunun koordinatları verilib -5, 2. Vektorlar üzərində qurulmuş paralelogramın diagonalları arasındakı bucağı tapmaq lazımdır. Gəlin əvvəlcə elə baxaq görək A və B vektor arasında bir alfa bucağı olarsa, bunların arasındakı bucaq neçədir? -2-ni vurdum -5-ə 10, -5-i vurdum -2-yə 10. Artıq 0-dır, 90 dərəcə olduğunu bilirəm, hər ehtimala qarşı tamamlayıram. 4 üstə yazılsın 25, 29, 29. Buradan hətta mən görürəm ki, bu vektorların uzunluqları da bir-birinə bərabərdir. Kosinus alfa 0-a bərabərsə, alfa bərabərdir 90 dərəcəyə. Onda belə çıxır ki, A və B vektorlar uzunluqları bir-birinə bərabər olan, aralarındakı bucaq 90 dərəcədir. Bunların əmələ gətirdiyi 4 bucaqlı isə artıq kvadrat əmələ gətirir. Çünki bunlar bütün tərəfləri bir-birinə bərabərdir.
Biz də bilirik ki, kvadratın diagonalları 90 dərəcəli bucaq altında kəsişir. Cavabımız oldu D variantı. 11-ci sual. Çevrə xaricinə çəkilmiş bərabər yanlı trapesiya. Gəlin bir trapesiyamızı çəkək, çevrəmizi çəkək. Bizə deyirlər ki, çevrə xaricinə çəkilmiş bərabər yanlı bir trapesiya veriblər. Sayəsi 128-dir. S trapesiyanın sayəsi 128-ə bərabərdir. Oturacağı bitişik bucağının 30 dərəcə olduğu verilib. Trapesiyanın yan tərəfinin uzunluğunu istəyirlər. Tutaq ki, bu məsafəyə bir x desək, 30 dərəcə bucaq qarşısına qat edib hipotenuzun yarısına bərabərdir. Onda bu tərəfdə 2x-ə bərabər olacaq. Bura bir A olsa, bura A olacaq. Bu kusoklar olacaq. Bərabər yanlıdır. B, B. Deməli, trapesiyanın sayəsi oturacaqların cəminin yarısı. A üstə gəl, A üstə gəl, 2B. Yəni 2A üstə gəlsin 2B, bölünsün 2, vurulsun x bərabərdir 128-ə. Buradan alıram ki, A üstə gəlsin B, vurulsun x bərabərdir 128-ə. İkini çıxarıb ixtisar apardım. Digər tərəfdən biz bilirik ki, əgər dördbucaqlının daxilinə çevrə çəkmək mümkünsə, qarşı tərəflərin cəmi bir-birinə bərabərdir. 2x-in üstünə 2x gəlsəm, 4x bərabərdir 2A üstə gəlsin 2B-yə, 2-yə də ixtisar aparsam, 2x bərabərdir A üstə gəl B. Burada A üstə gəl B-nin yerinə 2x qoysam, 2x-in kvadratı bərabərdir 128-ə, x-in kvadratı 64-ə, x bərabərdir 8-ə. Cavaba 8 göndərməyə tələsməyə lazım deyil. Çünki bizdən yan tərəfini istəyirlər 2x. 8-də 2 oranda 16 eləyəcək. 16 da bizdə D variantıdır. Növbəti sualımız 12-ci sual. Trigonometriya ilə bağlı sualdır. Tərs trigonometrik funksiyalarla bağlı olan bir sualdır. On ikinci sualımızın şərtində deməli kotangens 12-ci sualın şərtində kotangens arc sinus 1 bölünsün kök altında 2 üstəgəl kotangens arc kotangens mənfi 1 çıxılsın pi bölünsün 4. İfadəsinin qiymətini hesablamaq istəyirlər bizdən. Biz bilirik ki, arcsinus 1 bölünsün kök altı 2 45 dərəcədir. Yəni kotangens pi bölünsün 4 üstəgəl. Arc kotangens nə cüt, nə də tək funksiya olduğuna görə biz bunu yazacaq. Pi çıxılsın arc kotangens 1 uda bilmir. Arc kotangens 1-də biz deməli qiymətini tapsaq, bu eləyəcək bizdə pi bölünsün 4. Onda ifadəmiz var. Pi çıx, pi böl 4 çıx, pi böl 4. Onda belə çıxır, üstə gəlsin. Kotangens mənfi pi böl 2, pi'dən də mənfi pi böl 2 çıxanda pi bölünsün 2. Kotangens pi böl 4-də 45 dərəcə 1, üstə gəlsin 0. Cavab oldu 1. 12-ci sualın cavabı oldu A variantı. Keçirik 13-cü sualımıza. A çıxılsın 5B üstündə n. Binomun artışında binomial əmsalların cəmi 64-də. Biz bilirik ki, binomial əmsalların cəmi 2 üstə n bərabərdir 64-də, n bərabərdir 6-ya. Onlarsa bu artışın 4-cü həddini istəyirlər. Yəni T4 bərabərdir. Biz bilirik bunu K plus 1 kimi yazanda K bərabərdir 3-ə bərabər olacaq. Onda yazırıq kombinzon n elementdən K, yəni 3. A üstündə 3 vurulsun. Mənfi 5B üstündə 3-ə. Kombinzon 6 elementdən 3-ə hesablasaq, 6 faktorial bölünsün, 3 faktorial vurulsun, 3 faktorial vurulsun A-nın kubu, vurulsun mənfi 125 vur B-nin kubuna. Yuxarıda deməli bizdə 6 faktorial açsaq, 6 vur, 5 vur, 4 vur, 3 faktorial. Bunlar ixtisar getdi. Bu da 6 ilə 20, 5-i 4-ə 20, 20-nin də mənfi 125 oranında mənfi 2500 A kubu, B-nin kubu. Bizə isə 4-cü ədəd əmsalını istəyirlər. Mənfi 2500. 13-cü sualın cavabı oldu B variantı. Keçirik növbəti sualımız.
Növbəti sual 18 litr təmiz spirtlə dolu qabda müəyyən miqdarda spirt götürüb qabı su ilə doldurublar. Alınmış qarışıqda yenə həmin miqdarda götürüb qabı su ilə doldurduqdan sonra qarışıqda spirt 36% oldu. Hər dəfə qaba neçə litr su əlavə olunub? Verilən sual mürəkkəb faiz artımı düsturu ilə verilən sualdır, hesablanacaq sualdır. Deməli, mürəkkəb faiz sonda 36% olduğuna görə 36 bərabərdir 100 vurulsun. Deməli, bizdə sondakı faizi bilmirik. 1 çıxılsın, P bölünsün 100. Mürəkkəb faiz artımı düsturunda proses neçə dəfə təkrarlanır? Bir dəfə elə bir qabdan spirti götürüb su töküblər, sonra yenidən qarışıqdan yenə qarışığı götürüb yenə su əlavə edin. 2 dəfə proses təkrarlanıb, ona görə olacaq 2. 36 bölünsün 100 bərabərdir. 1 çıx P bölünsün 100-ün kvadratına. Hər tərəfdən kök alsam 6 bölünsün 10 bərabərdir. 1 çıx P bölünsün 100-ə. Burada da alınacaq bizdə 100 çıxılsın P. 100 çıxılsın P bərabərdir. İxtisar aparsam 60-a. P bərabərdir 40%-ə. Sən demə hər dəfə bizdə qabdan 40% götürürlərmiş. Bizim qabımızda 18 litr tutduğuna görə 18-in də 40%-ni tapsam eləyəcək 7,2. Cavab oldu 15-ci sualda A variantı. Keçirik 16-cı sual. 16-cı sualda fx bərabərdir. Y üstündə kx üstəgəlsin t funksiyası üçün f0 bərabərdir 1, f'0 bərabərdir 7 olarsa 2k üstəgəl 7t ifadəsinin qiymətini bizdən istəyirlər. Əvvəlcə gəlin f0-ı tapaq. f0 bərabərdir. X-in yerinə 0 qoysam, y üstündə t bərabərdir 1-ə. Burada da t-nin 0 olması lazımdır. Digər tərəfdən verilən funksiyanın törəməsini tapsam, k üstü olacaq y üstündə kx üstəgəlsin t vurulsun üstün törəməsi, vurulsun k-ya bərabərdir 7-yə. X-in yerinə 0 qoyanda alınır y üstündə t vurulsun k bərabərdir 7-yə. Y üstü t, t-ni 0 tapdığımızdan bu artıq gedəcək 1-ə. Onda belə çıxır ki, k bərabərdir 7-yə. İfadəni gətirib yerinə qoysaq, 2 vur 7 üstəgəl 0 bərabərdir 14-ə. 16 nömrənin sualının cavabı oldu bizdə A variantı. Keçirik 17-ci məsələyə. Maraqlı məsələdir. Həm ədədi silsilənin xassəsindən istifadə olunacaq, həm də ki, trigonometrik tənliklərin həllindən. Belə bir sual verilib 17-də. 0pi bölü 4 parçasında 0pi bölünsün 4 parçasında daxil olan elə qiymətlərin cəmini tapın ki, bu qiymətlərdə 3 sinus 2x, sinus kvadrat 2x və mənfi bir ardıcılığı ədədi silsilə gəlmənə gətirsin. Ədədi silsilənin xassəsinə görə ortadakı hədd, yəni sinus kvadrat 2x bərabərdir. Kənar hədlərin cəminin yarısı, burada mənfi bir olduğuna görə çıx bir yarısına. Bu ədədi silsilənin xassəsi bundan sonrası artıq trigonometrik tənliklərin həllidir. Hər tərəfi 2-yə vursam 2 sinus kvadrat 2x çıxılsın 3 sinus 2x üstəgəl 1 bərabərdir 0-a. Tənliyimizin köklərin tapsaq, diskriminant bizdə bərabərdir 9 çıxılsın 8 1-ə. Onda sinus 2x bərabərdir 3 üstəgəl 1 bölünsün 4-ə 1-ə. Digər tərəfdən də sinus o biri kökü də tapsam, belə bir x1 olsun. Bu olsun x2 bərabərdir 3 çıxılsın 2-də 1-ə. Tənliyimizin kökləri sinus 2x bərabərdir 1 üçün x1 bərabərdir. Biz bilirik ki, pi bölü 2-də alır sinus 1-i. Üstə gəlinsin pi k 2x hətta. Onda x1 bərabərdir pi bölünsün 4 üstə gəl pi k bölünsün 2-yə. Digər tərəfdən sinus 2x2 bərabərdir 2-də 1 olarsa 2x2 bərabərdir mənfi 1 üstündə n. 2-də 1-i bilirik ki 30 dərəcədə pi bölünsün 6 üstə gəlinsin pi n-də alır. Onda x2 bərabərdir mənfi 1 üstündə n pi bölünsün 12 üstə gəl pi n bölünsün 2-yə.
Mən baxıram ki, mənə verilən ardıcıllıq 0 pi bölü 4'dür. Burada k-ya 0 verməklə x1 bərabərdir pi bölünsün 4 alaram. K-nın 1, -1 və digər qiymətlərində artıq 0 pi bölü 4 aralığından kənara çıxacaq. Həmçinin burada n-ə 0 verməklə x2-ni pi bölünsün 12 alacam. Digər qiymətlərdə isə yenə 0 pi bölü 4 aralığından kənara çıxır. Mənə isə bu köklərin cəmini istəyirlər. Pi bölünsün 4, üstəgəl pi bölünsün 12 bərabərdir. 4 pi bölünsün 12, o da eləyir bizdə pi bölünsün 3, cavab 17-ci sualda C variantı. 18-ci sual, həm də silsilə ilə bağlı sualdır. 36 üstəgəl 24 üstəgəl 16 üstəgəl nöqtə. Cəmi istəyirlər bizdən. Köyünü tapmaq istəsəm mən 24 bölünsün 36 bərabərdir 16 bölünsün 24 və buradan da 8-ə ixtisar aparsam 3-də 2. Sonsuz olan həndəs hissənin cəmdüstürünə əsasən B1 bölünsün 1 çıxılsın 2. Bu da eləyəcək bizdə 36 vurulsun 3 bərabərdir 108-ə. 18-ci sualın cavabı C variantı. 19-cu sual modul kök daxil olan bir bərabərsizlikdir. Kök altında 16 çıxılsın x kvadratı böyüdür 0-dan. Müxtəlif formalarda fikir yürüdə bilərsiniz. Əgər x 0-dan kiçik olsa, biz modul atacaq, qarşıya mənfi verəcəyik. Bunlar ixtisar gəlir. Mənfi kök altı ifadənin 0-dan böyük olduğunu alırıq. Bu isə mümkün deyil. Kök həmişə müsbətdir. Müsbəti mənfiyə vuranda mənfi 0-dan necə böyük ola bilər? Mümkün deyil. Ona görə x-in 0-dan böyük halını götürürəm. X 0-dan böyüksə modul atırıq. İxtisar getdi. Onda alırıq ki, kök altında 16 çıxılsın x-in kvadratı böyüdür 0-dan. X çıxılsın 4, x üstə gəlsin 4. Deməli, burada mənfiyə vurmuşam, 16 çıxılsın, ona görə böyüdür yox, kiçikdir 0-dan yazacaq. Aralığımız isə olacaq bizim 4, mənfi 4 aralığı, müsbət, mənfi, müsbət. Bizdən nəyi tələb edirlər? Bərabərsizliyin neçə tam həllinin olduğunu soruşurlar burada. Burada diqqətli olmaq lazımdır. Çünki burada həllər -3, -2, -1, 0, 1, 2, 3 və 4 yoxdur, üzr istəyirəm, 3 var. X-in 0-dan böyük olduğu halına görə bu halların heç biri getmir. Cavab qalır 1, 2, 3, yəni 3 dənə. 19-un cavabı olur C variantı. Keçirik 20 nömrəli suala. Parametrin hansı qiymətlərində sistem tənliyi verilib bizə. 3x üstə gəlinsin 2y bərabərdir 4a-ya. 3x çıxılsın 2y bərabərdir 2a. Tənliklər sisteminin həllinə uyğun nöqtə x plus 4y bərabərdir 12 düz xəttinin üzərində olar. Əvvəlcə verilən tənliklər sistemində x və y a-nı ifadə eləyək. Tərəf-tərəfə toplasam 6x bərabərdir 6a-ya, x-in a-ya bərabər olduğunu tapıram. X-in yerinə a qoysam 2y bərabərdir bizdə a-ya, y bərabər olacaq a bölünsün 2-yə. Bu tənliyi də yerinə qoysam a üstə gəlinsin 2a bərabərdir 12-yə, 3a bərabərdir 12, a bərabərdir 4-ə. Bu zaman 20-ci sualın cavabı olacaq D variantı. Keçirik 21-ci sual. Eyni məhsuldarlıqda işləyən 40 traktor müəyyən bir sahəni 12 günə şumlaya bilir. Əgər 40 traktor müəyyən bir sahəni 12 günə şumlayırsa, traktorların sayını 20% artırsa, 40-ın 20%-i 8-dir, artırdan. 40-dan artıq qalxdı oldu 48-ə. Bu zaman deyir ki, həmin sahə neçə günə şumlana bilər? Tutaq ki, x günə. Burada biz bilirik ki, görülən işlə traktorların sayı tərs mütənasibdir. Traktorun sayını artırdıqca görülən işimiz daha tez görüləcək. Ona görə verilən ifadədə biz yazacaq, deməli, tərs mütənasib olduğundan 40-ı vuracaq 12-yə, bərabərdir 48 vurulsun x-a. X-a aparsam 4, x bərabərdir 10-a. Cavab oldu C variantı. 21 nömrəli sualda. Keçirik 22 nömrəli sual. Limitlə bağlı olan bir sualdır. Limitlə bağlı olan bir sualdır. Eyni zamanda ədədi silsilənin cəm düsturundan da istifadə olunacaq. Belə bir sual verilib.
limit en yaxınlaşanda sonsuzluğa 2n kvadrat üstəgəl 3n üstəgəl 1 bölünsün. 1 üstəgəl, 2 üstəgəl, 3 üstəgəl və nəhayət n. Bu limiti bizdən hesablamağı tələb edirlər. Bərabərdir. Limit en yaxınlaşanda sonsuzluğa. Gəlin əvvəlcə yuxarıdakı ifadəni vuruqlarına ayıraq. Olacaq 2n üstəgəl 1, n üstəgəl 2-də 1. Aşağıda isə cəm düsturda. 1-dən n-ə kimi ədədlərin cəm düsturdur. Birinci n üstəgəl 1 vurulsun n, bölünsün 2, qalxdı yuxarı. N plus 1'lərimiz ixtisar getdi. Onda alınır bizdən nə? Bərabərdir limit. N yaxınlaşanda sonsuzluğa 2-ni 2'ye vuranda 4, 4'ü içəri vursam 4n üstəgəlsin 2 bölünsün n-ə. Bərabərdir limit. N yaxınlaşanda sonsuzluğa. Sürətlə məxrəcə ən böyük dərəcə n-ə bölsəm 4 üstəgəlsin 2 bölünsün n bölünsün 1. Sonsuzluğa gələndə 0'a cavab oldu 4. 22-ci sualın cavabı Y variantı. 23-cü sual. Radiusu 6 cm olan metal küre su içərisində deməli silindir formalı. 1 qabımız var. Bizə deyir ki, bunun içərisinə radiusu 6 cm olan bir metal küre tam batırılıb. Tam batırılıb. Metal radiusu 6 cm-dir. Deməli, 6 cm-dir. Kürəni çıxardıqdan sonra suyun səviyyəsi 2 cm enmişdir. Kürənin radiusunu tapsam, V kürə bərabərdir, üzr istəyirəm, həcmini tapsam, 3/4 pi r kubu, yəni 216-ya. Kürəni çıxardandan sonra suyun səviyyəsi 2 cm enirsə, əgər bu kürə çıxırsa, təxminən, əgər 2 cm isə, bu qədər biz nə edirik? Həcmdən suyun həcmini itirmiş olacaq. Onda bizim ümumi bu silindrin tutumu, həcmi, tutaq ki, hündürlüyü bir h olsun. Buradan bura kimi məsafəsi bir r olsun. Onda silindrin həcmi olacaq bizdə nə? SP r kvadrat vurulsun h-dan. Çıxsam mən 3/4 pi vurulsun 36-nı. Onda nə qalacaq? Bu qədəri itirmişəm də artıq. Pi r kvadrat vurulsun h çıxılsın 2. H çıxılsın 2. Bu H qarışdırmayaq bura. Bu H çıxılsın 2. Yəni artıq bu qədərin həcmi qalacaq. Onda bizdə pi'lər ixtisar getdi. Alınır r kvadrat H çıxılsın. Burada 216. R 4 vurulsun 216 bölünsün 3 bərabərdir. R kvadrat H çıxılsın 2R'in kvadratı. Vur başdan. R kvadrat H'lar islah olundu. Hər tərəfi müsbət elədim. Deməli, 3 ilə 216 ixtisar gələndə qaldı bizdə 72. Bu 2 ilə də bu getdi 2. Onda r-in kvadratı bərabərdir 144-ə, r bərabərdir 12. Sən demə, bizim silindirimizin radiusu 12-yə bərabər imiş. Növbəti sual 24. 2 dənə çevrə çəkilib. 2. Şəkil biraz səliqəsiz olsa özürlü sayarsınız. Deməli, A, B, C, D. AD-ni bizə veriblər 50-dir. Kəsişmə nöqtələri arasındakı məsafəni bizə veriblər 10 cm-dir. Çevrələrimizin mərkəzləri burada yerləşir. AB-ni bizdən istəyirlər. AB-nin məsafəsini bizdən istəyirlər. Gəlin belə eləyək. Gəlin belə eləyək. Bu məsafə, bunu mən elə bir çəkəcəm. Məsafəni çəksəm. Buradan bura kimi məsafə 10-dursa, bura olacaq bizdə nə? 5 olacaq, düzdürmü? Əgər bu məsafə bizdə 5 isə, təbii ki, bu məsafədə olacaq bizdə 5. Digər tərəfdən, deməli, nöqtələr arasındakı məsafə olarsa, AB-ni bizdən istəyirlər. Bunun tərəfi 50-dir. Bunun tərəfi 50-dirsə. Bizdə buradakı məsafəyə bir dənə diqqət eləyək. Buradakı məsafəyə. Həmin məsafə 2r-ə bərabərdir də, düzdürmü? Əgər həmin məsafə 2r-ə bərabərdirsə,
Biz onda bu nöqtəni tapmaq üçün balaca kusoka əgər bir x desək, balaca kusoka əgər biz tutaq ki, bu kusoka bir x desəm, bu kusoka bir x desəm, onda mən məsafəni buradan bura kimi məsafəni almış olacam 25. Buradan bura kimi məsafəni almış olacam 25. Çünki bunun uzunluğu 50-dir. Bu da tən ortadan böldüyünə görə bunu. Buradan bura kimi məsafə 25-dir. Diqqətlə baxın, iki dənə kəsişən vətənin xassəsinə gəlir. X vur 25, x vur 25 bərabərdir 5 vurulsun 5-ə, yəni 25-ə. X bərabərdir 1 oldu. Onda bu məsafə x-i 1 tapdıqdan sonra mənə deyirdilər ki, AB-ni istəyirlər. Buradan bura 25, buradan bura 1. Onda belə çıxır ki, bu çevrənin diametri bərabər nəyə? 26. Həmçinin onda belə çıxır ki, burada 26-dır. Onda belə çıxır ki, burada 26-dır. Cavabımız olacaq onda 24-cü sualda 26. Keçin növbəti 25-ci sual. Simmetri yoxu mənfi 3 olan y bərabərdir. X-in kvadratı üstəgəl a plus 3x plus b. Parabolasının təpə nöqtəsində x bərabərdir -3 simmetri yoxudur. A plus B ifadəsinin qiymətini bizdən istəyirlər. Təsəvvür olaraq istəsəz çəkə bilərsiniz parabolanızı. Parabolanı çəkə bilər. Simmetriya nöqtəsi -3-dürsə, onda belə çıxır ki, -3 buradadır. Simmetriya nöqtəsi. Bizim parabolamız belə bir şeydir. Parabolamız belə olacaq, simmetriya nöqtəsi. Onda bu nöqtə -3 bizdə -3-ü yazsaq, müxtəlif formalarda həll eləmək olur. İstəsəz x təpə və y təpənin qiymətini yaza bilərsiniz, müxtəlif formalarda. X təpəni tapmaq istəsəz, -3 bərabərdir. Deməli, -a plus 3 bölünsün 2-yə. Onda bizdə alınır ki, a bərabərdir 3-ə, a bərabərdir 3-ə. Y təpəni də tapmaq istəsəz, y təpə nəyə bərabərdir? 0-a. Çünki y burada 0-a bərabərdir. 0 bərabərdir. Deməli, a plus 3-ün kvadratı mənfisində yazaq, çıxılsın. Deməli, 4b bölünsün 4-ə. Buradan da belə a-nın yerinə 3 qoysa, 3 üstünə 3 gəlsə 6, kvadratı 36. 36 bərabərdir 4b-yə, b də bərabərdir 9-a. Bizdən də səhv eləmirəmsə cəmin istəyirdilər bunlarının. 9 üstünə 3 gələndə 12. Bu oldu bizdə 25 nömrəli sual. Keçirik 26 nömrəli sualın izahına. 8 kök altında x, üstəgəl x bərabərdir 16 olarsa, 4 üstəgəlinsin kök altında x bölünsün, 4 çıxılsın kök altında x, çıxılsın, 4 çıxılsın kök altında x bölünsün, 4 üstəgəl kök altında x ifadəsinin qiymətini istəyirlər. Bərabərdir. Orta məxrəc tutsam, a çıx b, a üstəgəl b oldu 16 çıxılsın x. Belə vursam, 4 üstəgəlinsin kök altı x-in kvadratı çıxılsın, 4 çıxılsın kök altında x-in kvadratı. İstəsəz yenə a çıx b, a üstəgəl b ilə yaza bilərsiniz. Mən o formada yazmayacağım. 4-ün kvadratı 16, üstəgəlinsin 2 kök altı x üstəgəlinsin x. Məxrəcimizdə bizim, buranı artıq silək, bizim işimizə mane olmasın. Çıxılsın 16, üstəgəl 2 kök altında x, çıxılsın x bölünsün, 16 çıxılsın x. 16'lar islah oldu, x-lar islah oldu. Sürətdə qaldı bizdə. Bərabərdir. 4 kök altında x bölünsün, 16 çıxılsın x. Diqqətlə baxsaz görərsiniz ki, burada x-i atsam sağ tərəfə, 8 kök x bərabərdir 16 çıx x-a. 16 çıx x-in yerinə gətirib 8 kök x-i qoysam, 8 kök 6 x. X-lar getdi. Cavab 2-də 1. İfadəsinin qiymətini bizdən istəyirdilər. Deməli, 16 çıxılsın x-in yerinə gətirdim, qoydum 8 kök altında x. Yuxarıdakı ifadə bizdə, burada səhv eləmişəm dostlar. Burada deməli 4, 4, 8 kök 6x, 8 kök 6x. Burada eləyir 16 kök 6x. Burada da eləyir 16. 16-nı da 8-ə böləndə
Cavab eləyir 2. Onda bizdə 26-cı sualın cavabı oldu 2. Keçirik 27-ci suala. Uyğunluq məsələsidir. Mərkəzləri O1, O2, radiusları R1, R2 olan çevrilər üçün uyğunluğu müəyyən edin. Birinci veriblər ki, bizə R1 üstəgəlsin R2 bərabərdir O1 O2-yə. Bu necə ola bilər? Çevrələr xaricdən toxunacaq. Çevrələr xaricdən toxunacaq. Tutaq ki, bunun mərkəzi R1 olsun, bunun mərkəzi O2 və O1. Görürsünüz ki, çevrələr xaricdən toxunanda O1, O2 məsafəsi R1 üstəgəl R2. Onda belə çıxır ki, uyğunluğu da birinciyə B uyğun gəldi. Sonra ikinci modulda R1 çıxılsın R2 böyüdür O1 O2-dən. Belə olsa, bir dənə çevrə çəkək və bunun daxilində də başqa bir çevrə çəkək. Məsafələri də qeyd eləyək, tutaq ki, bunun məsafəsi olsun bizdə O1, bunun da mərkəzinin məsafəsi olsun bizdə O2. Bu O1, O2 məsafəsinə diqqətlə baxsaq, görərsiniz ki, fikir verin, buradan bura kimi məsafə böyük R1-dir. Buradan bura kimi məsafə böyük R1-dir. Bu böyük R1-dən bu boyda bu balaca məsafəni çıxsam, R2-ni çıxsam, hardan baxsaq, baxın balaca bir kusok artığımız var. Ona görə R1 çıxılsın R2, O1, O2 bu bizdə uyğun gələcək. Deməli, çevrələrin biri digər A-ya uyğun gələcək. Və nəhayət üçüncüdə R1 çıxılsın R2 kiçikdir O1, O2-dən, o da kiçikdir R1 üstəgəl R2-dən. Burada isə məlum məsələ 2 dənə çevrə verilib. Çevrələrimizi kəsişdirirəm. Bu olsun bizdə O1, bu olsun bizdə O2. Bu məsafə, bu iki radiusun, deməli, buradan bura kimi məsafəmiz R1-dir. Buradan bura kimi məsafəmiz də R2-dir. Bu iki məsafə R1 üstəgəl R2 məlum məsələ O1, O2-dən böyükdür. Həmin O1, O2 məsafəsi isə bu iki radiusun fərqindən böyük olacaq. Digər tərəfdən isə çevrələr daxildən toxunur isə verilən uyğunluqların heç birinə düz gəlmir. Növbəti sual, 28-ci suala baxaq. Y bərabərdir. Y üstündə A üstəgəlsin 1 bölünsün A funksiyasının qiymətlər çoxluğunu tapın. Biz görürük ki, A üstəgəlsin 1 bölünsün A kəsr rasional funksiya olduğuna görə, əgər A kiçikdir 0 olarsa burada, bu zaman A üstəgəlsin 1 bölünsün A kiçikdir bərabərdir, -2 olacaq. Yox, əgər A böyükdür 0 olarsa, bu zaman A üstəgəlsin 1 bölünsün A böyük bərabərdir 2 olacaq. Bunun isbatını isə istəsəz, sualın izahından kənara çıxaraq deyim ki, ədədi ortanın həndəsi ortadan böyük bərabərliyindən tapa bilərsiniz. A və B üçün B-nin yerinə 1 bölünsün A qoymaqla bunu isbat eləyə bilərsiniz. Onda belə çıxır ki, əgər A sıfırdan kiçik olsa, -2-dən kiçik, A sıfırdan böyük olsa isə verilən ifadəmiz 2-dən böyük olacaq. Biz baxaq ki, Y üstündə A üstəgəlsin 1 bölünsün A-da, yəni Y bərabərdir Y üstündə hər hansısa bir J, X funksiyası artan funksiya olduğuna görə, biz burada mənfi sonsuzluq, biz bilirik ki, bunun onsuz da alıb alacağı qiymət sıfırdan böyük olacaq. Aldığı qiymət sıfırdan böyük olacaq. Onda 0 böyükdür Y üstündə A üstəgəlsin 1 bölünsün A kiçik olacaq. Deməli, -2 qoy, ən böyük qiyməti olacaq bunun nə? -2. -2 qoyduğumuz halda da burada da olacaq, deməli, -2 qoysam Y üstündə -2,
Digərində isə 2-dən müsbət sonsuzluğa, deməli 2-dən müsbət sonsuzluğa olsa, bu da eləyəcək bizdən. Aparıb yerinə qoysaq deməli. Ona bunun həlli hansı aralığa düşür? 0, 1 bölünsün y kvadratı, 0, 1 bölünsün y kvadratı birləşir. 2-dən müsbət sonsuzluğa gələndə bunun alacağı qiymət 2 olduğuna görə olacaq y kvadratından müsbət sonsuzluğa. Deməli, bizdən isə qiymətlər çoxluğunu istəyirdi. 0-dan 1 bölünsün y kvadratına, y kvadratına isə müsbət sonsuzluğa. Təbii ki, siz bunu mənim burada dediklərimi cavab kartında yazılı şəkildə qeyd eləməyimiz lazımdır. Növbəti sual, 29-cu sual. 29-cu sual. 29-cu sual 3 perpendikulyar haqqındadır. 3 perpendikulyar haqqındadır 29-cu sual. Deməli, AB, AC və AD parçaları cüt-cüt perpendikulyardırlar. Cüt-cüt perpendikulyardırlar. Deməli, bu belə perpendikulyardır, bu belə perpendikulyardır, bu isə belə perpendikulyardır. A nöqtəsi olsun burada, bu AB olsun, bu C olsun, bu D olsun. Şəklimizi çəkdik. Şərtə görə AB bərabərdir 6-ya, BD bərabərdir 10-a, CD bərabərdir 17 olarsa, AC-nin uzunluğunu istəyirlər. 100-dən 36 çıxsaq Pifagora görə 64, bura tapıldı 8. 289-dan 64-ü çıxsaq, eləyəcək bizdə 200, deməli 25, onda da burada tapıldı 15. Bizə isə deyirdilər, deməli, nəyi tapmağı bizdən tələb edirdilər? AC-nin uzunluğunu tapın. AC-nin uzunluğunu da 15 olduğunu tapdıq. Və nəhayət 30-cu sual, ispat sualı. ABCD trapesiyası verilib. ABCD trapesiyası bizdə verilib. ABCD trapesiyası verilib. AB bərabərdir A-ya, CD bərabərdir B-yə. AC və BD diagonallardır. AC və BD diagonallardır. Diagonallar bir O nöqtəsində kəsişirlər. O nöqtəsində trapesiyanın oturacağına paralel keçən düz xətt. Paralel keçən düz xətt. Deməli, AD və BC tərəfinə uyğun olaraq M və N nöqtəsində kəsir. İspat edin ki, MN bərabərdir 2AB bölünsün A üstəgəl B-yə. Bunu ispat eləmək üçün müxtəlif formalarda ispat eləmək olar. Mən oxşarlığa üstünlüyü verəcəm. Gəlin baxaq. Diqqətlə fikir verək. Bu alfa bucağıdırsa, bu da alfa bucağıdır. 2 paralel düz xətti 3-cü ilə kəsəndə. Burada betadırsa, burada da betadır. Onda biz üçbucağın bucaq əlamətinə görə mütləq şəkildə ispat məsələlərində əlaməti yazmaq lazımdır. Bucaq əlamətinə görə üçbucaq AOB oxşardır üçbucaq COD-yə. Buradan biz üçbucaqların tərəflərinin nisbətini alacaq. Deməli, AO-nun CO-ya nisbəti bərabərdir. AB-nin, yəni A-nın CD-yə nisbəti, yəni B-yə nisbətinə. Bu nisbəti aldım, bu mənə lazım olacaq, qalsın. Gedirəm növbəti oxşarlığa baxmağa. Növbəti oxşarlıq burada. Üçbucaq OCN oxşardır. Yenə bucaq əlamətinə görə yaza bilərik. Çünki bu alfadırsa, məlum məsələ, bu da alfadır. Burada bir qamma bucağı var, hər iki üçbucaq da oxşardır, eynidir, üzr istəyirəm. Onda OCN oxşardır üçbucaq, deməli üçbucaq ACB-yə. Bu zaman yazacaq, deməli AC-nin və yaxud balaca üçbucaq fərqi yoxdur. OC-nin AC-yə nisbəti bərabərdir ON-in AB-yə nisbətinə. AB-yə nisbətinə.
OC-nin. AC-ni artıq biz belə yaza bilərik. AO üstəgəl OC bərabərdir. ON bölünsün AB-nin də yerinə 1 artı A yazacağım. Bunu mən fırlayıb 2 kəsir kimi yazsam, alınacaq. Yəni, AO üstəgəl OC bölünsün OC bərabərdir. A bölünsün ON-ə. AO-nun OC-yə nisbəti, AO-nun OC-yə nisbəti üstəgəl 1 bərabərdir. A bölünsün ON-ə. AO-nun OC-yə nisbəti A-nın B-yə nisbətinə bərabərdir. A bölünsün B üstəgəl 1 bərabərdir. A bölünsün ON-ə. Buradan biz orta məxrəc eləsək, A üstəgəlsin B bölünsün B bərabərdir. A bölünsün ON-ə. ON bərabərdir. Deməli, AB bölünsün A üstəgəl B-yə. Biz tapdıq ki, ON bərabərdir. AB bölünsün A üstəgəl B-yə. Biz də bilirik ki, trapesiyanın diaqonallarının kəsişdiyi nöqtə düz tam mərkəzdə olduğundan, 2 yerə böldüyündən ON həmçinin bərabərdir MO-ya. Onda MN özü, MN də bərabərdir 2 AB bölünsün A üstəgəlsin B-yə. Bu bərabərliyi də istəsəz, eyni qaydada bunun buna nisbətinə oxşarlığı da yazaraq, bunların bir-birinə bərabərliyini də göstərə bilərsiniz. Testimizin izahı bu qədər. Ümid edirik ki, sizlərə nələrsə öyrədə bildik, nələrinsə xeyrini verə bildik. Hər birinizə uğurlar arzulayıram. Növbəti dərslərdə, videolarda görüşənədək əsas odur ki, uğur həmişə sizinlə olsun. Əziyyətiniz yerdə qalmasın. Sağ olun.